Amerika maşını deyəndə yadımıza düşən Chevrolet. Azərbaycanda belədir qardaşım. Yəni başqa ölkədə bilmirəm necədir. Amerikanın özündə necədir, nətərdir, xaricdə necədir, Avropada necədir. Əsas Azərbaycanda bu günləri Amerika maşını deyəndə Chevrolet yadımıza düşür. Chevrolet'nin də bir çox modelləri. Məsələn, Ford'dan danışanda bizim yadımıza bir dənə maşın düşür. O da nə? Fusion. Trax, Equinox, Orlando, Captiva, eyni zamanda Cruze, Malibu. Bunlar hamısı Chevrolet'dir. Və bu günləri Azərbaycanda bu modellərin kifayət qədər sahibləri var. 6900 manatdır bu maşının qiyməti. 2019 model. Çöldən kompakt crossoverə oxşasa da, içinə oturanda artıq hiss edirsən ki, bəli, Amerika maşınındasan və hündür bir maşındasan. Yəni onu hiss eləmək üçün mütləq ki, maşının içinə oturmalısan. Dirsək altısı, zadı, hər şey yüksək səviyyədə, nə bilim, multirulu, qəşəng bir dənə monitoru da var, özünündür. Yəni sonradan qoyulma Android falan deyil. Hər şeyi nəzərə alıblar Amerikanlar. 6900 manat ilkin ödənişdir. Bir daha deyirəm, 2015 deyil, 2016 deyil, 2019'dur. Pramoy. Yəni konkret olaraq 2019 modeldir və problemsiz. Gəl, götür, al, apar. Sərfiyyat da ki özü 1.4 motordur. Bu maşını sürənlər bilirlər. Bu avtomobil necədir? Necə deyərlər? Pis maşın yoxdur. Pis sürücü var. Arxa oturacaqlar da qəşəng, seriozlu, ciddi, problemsiz, geniş. Oturdun, çıxdın, getdin. Yəni ideal maşındır da. Biz Amerika maşınından danışırıq da təbii ki. Yəni Bangladeş yığmayıb bunu, Hindistan yığmayıb. Söhbət Chevrolet'dən gedir təbii ki. Elə Amerikada da ən böyük 3 markadan biridir Chevrolet. 055 411 97 97 055 413 97 97 maşına zəmanət də veriləcək.